3000 büdcələ ev təmirimiz necə gedir part 15? Mətbəxə şkaf arası kafel vurulmalıydı. Bir neçə ustadan qiymət alıb ən ucuzu ilə razılaşdım. Hələ də dərs almamış olmağım özümü də təəccübləndirir. Kafel seçərkən çox çətinlik çəkdim çünki seçim çox idi. Usta 30-un 60 olanlardan istəmişdi, rahat və tez vura bilsin deyə. Amma sən demə onlar dəbdə deyilmiş. Təbii ki də ustanın xoşuna gəlməyəcəyini bilə-bilə dəbdə olanları seçdim. Seçimi Abşeron Ticarət Mərkəzi Tuvadə ilə seramikdən elədim. Kvadrat metri 38 manat, bu evə 2 kvadrat yarım bəs elədi. Kafel ustası da gəldi dedi divar əyridir, çox matı lazım olacaq. Dedim eybi yox, sponsorumuz Abşeron onda həll eləyəcək. Mətbəxdə pəncərə altında boşluq var idi. İstirdim oranı bağlamayım ki, şkaf kimi istifadə edərəm. Amma mətbəx ustamız gəldi dedi rezopal seçmisiniz. Rezopalın da eni 60 sm olur və biz oranı heç bir şeylə bağlaya bilməyəcəyik. Dedi ki, biz bura belə rezopal qoyacağıq. Rezopalımız 60 sm-dir. Bura qədər uzada bilmirik. Bura ayrı bir kusok qoysaq. O kusokla bu rezopalın kəsişmə nöqtəsi boşluq olacağı üçün ora su damlasa, bir şey olsa rezopal şişəcək. Ona görə məsləhət görmədim. Məcbur hördük. Seçdiyim usta divarları baltaladı. Bu mata və kafelərin divarı daha yaxşı tutunması üçün imiş. Matanı çəkdi və kafelləri düzməyə başladı. Bir dənə bunun arasının fərqinə baxın. Dedi araları fuqa ilə dolanda bilinməyəcək. Fuqa isə belə bir şeydir, toz halında olur, suya qarışdırılıb istifadə olunur. Fərqli rəngləri olur, məsələn bu ağdır, bu açıq bozdur və s. 1 kiloqrama 1 manat 20 qəpikdir. Dərc dolğu materialı və yaxud da aralıq doldurucu olaraq da bilinir. Ustaya dedim mənə də öyrətmən də eləyəcəm. Ancaq özüm eləsəm içim rahat olar. Elə işləməyə başlamışdım ki, usta məsləhət verməyə başladı. Deyir niyə iş tapmırsan? Bilmirəm nə qədər razı olarsınız olmazsınız, amma dövr dəyişir. Bütün işdə öyle, həqiqətən. Heç bir şey. Sonra da kafellər arası fuqanın daha səliqəli qalması üçün mismardan istifadəni öyrətdi və hal-hazırda mətbəx belə görünür. Faydalı oldusa təmir edən dostuna göndərməyi unutma.